Değerli izləyicilər, burada qeyd edilir ki, Alban hökmdarı 2-ci Vaçenin Sasanilərə qarşı azadlıq hərəkatının başçılıq etdiyi əsrdə baş vermişdir. Burada Vaçenin Sasanilərə qarşı azadlıq hərəkatının başçılıq etdiyi əsr, yəni 5-ci əsrdə 457, 463-cü illərdədir. Ona görə də bu olur, əsr deyirsə 5-ci əsrdir. Qərbi Roma İmperiyasına aid olan, rəsmi olaraq Roma iki yerə parçalandı. Qərbi Roma parçalanmayıb. Attilanın başqa qıqımlarının hücumuna məruz qalıb 451 doğru. Ölkənin vandallar tərəfindən tutulması 455 doğru. Deməli, qarşısını ala bilmədi. Axund dövlətinə aid Məzdəkilər hərəkatının yatırılmasında Sasanilər dövlətinə köməklik göstərdi. Bu 529-da da 6-cı əsrə aiddir. Ağsuvar Xaqan başçılığı etdi. Sasanlərə qarşı qalibiyyətli müharibələr aparıldı. Doğrudur. Məsələn, Ağsuvar Xaqan ilə Yezdəgirdi Firuzun məğlubiyyətə uğradıb 5-ci əsrə aiddir. Göytüklərin hücumu nəticəsində süqut etdi. Göytük və Sasanilərin zamanı süqut etməsi 567 olduğuna görə 5-ci əsr deyil, 6-cı əsrdir. Deməli, burada BC və B cavabı uyğundur. BC və B burada C variantında göstərilib. Növbəti sualda qeyd edilir ki, qədim Çində Sin sülələsinin hakimiyyət dövründən fərqli olaraq Han sülələsinin hakimiyyət dövründə Konfutsi təlimi rəsmi ideologiya çevirdi, doğrudur. Məsələn, deyək ki, Xanda yox idi, Sində buna qarşı idilər, Xanda doğrudur. Böyük Çin səddi Xan sülaləsi dövründə, Sin sülaləsi dövründədir. Mərkəzləşmiş idarə sistemi tətbiq edilməsi də doğrudur. Pinçen müqaviləsi də ola bilər. Bir dəqiqə, mərkəzləşmiş idarə etmə sistemi Sin sülaləsinin dövründə tətbiq olunub, daha doğrusu. Hun dövlətli Pinçen müqaviləsi 200-cü ildədir, doğrudur. Avropaya gedən ticarət yollarına çıxışı əldə etdi. Avropaya bəli, Çindən Avropaya böyük pək yolu doğrudur. Deməli, burada 1, 4, 5 uyğun cavabımız D variantı olur. Növbəti sualda Ərdəbil və Qaradağ xanlıqları Bayat savaşında iştirak etmişdilər. Ərdəbil və Qaradağ Bayat savaşında iştirak etməyiblər. Çünki Bayat savaşı Şamax xanlığı, Şəki xanlığı, Qarabağ xanlığı arasında olub. Şəki xanlığına qarşı ittifaq yaratmışlar. Bu Ərdəbil xanlığına aid deyil. Quba xanlığının hücumuna məruz qalmışdır. Qaradağ xanlığını götürmək olmaz. 18-ci əsrin sonlarında meydana gəlib. Xeyr, bu da yanlışdır. Deməli, burada doğru cavabımız bir müddət Qarabağ xanlığından asılı vəziyyətdə olmuşlar. Doğru cavab Y variantı olacaq. Diqqətiniz üçün təşəkkür edirik.